Məndən uşaqlığının ən yadda qalan xatirələrindən birinin nə olduğunu soruşsanız, heç düşünmədən sizə uşaqlıqda nənəmlə yollandığım bazar xatirələridir deyərdim. Və bu gün oğlumla belə bir təcrübə yaşamaq üçün Gəncədə yerləşən Gəncə Səbəti bazarına yollandıq. Oğlum ilk öncə həvəssiz yanaşsa da, daha sonra mənim fikrimcə bazardan və orada yaşadığı təcrübədən zövq aldı. Siz Gəncə Səbətində çox təzə kənd məhsulları, meyvə, tərəvəz, ağartı süd məhsulları və hətta geyim mağazaları da tapa bilərsiniz. Kifayət qədər böyük bir bazardır. Bugün bazar üçün 30 manat büdcə müəyyənləşdirdim. Bizə lazım olan əsas məhsullar meyvə və tərəvəz məhsulları idi. Eşək şaftallar çardaya çıxanın yerli malı. Saxlayacaq. Nə qəşəngdir. Bazarlığımızı bitirdikdən sonra Gəncə Səbəti ilə üzbəüz yerləşən Yaşıl Məkan adlı belə bir yerə getdik və orada siz bağa aid güllər, çiçəklər, dibçəklər, hər bir məhsulu tapa bilərsiniz. Mən isə öz bağım üçün belə bir dekorativ çiçəklər, yaşıllıqlar aldım. Hətta mən bağım üçün 2 ədəd limon ağacı, 1 ədəd naringi ağacı, bunların hər birini sizinlə part 2-də bir yerdə əkməyi və həmin prosesi sizinlə bölüşməyi düşünürəm. Mən bu alış-verişdən çox razı qaldım. Ümid edirəm bugünkü vlogu bəyəndiniz. Əgər videonu bəyəndinizsə, bəyənib kanalıma abunə olsanız çox sevinərəm.